Ha. Bugünkü dərsimizdə biz responsiv dizayn keçəcəyik. Responsiv dizayn nədir? Bizim yığdığımız veb saytları desktop ölçüsündə, onları planşet və ya telefon ölçüsünə qədər yığcamlaşdırmağı, yəni həmin dizaynı telefon və ya planşet ölçüsünə yığcamlaşdıracağıq. İndi telefon ölçüsündə gridləri və marjinləri göstərəcəm. Məsəl üçün siz buradan sağ paneldən, sidebardan telefon ölçüsünü telefona klikləyib buradan telefon ölçülərinizi seçə bilərsiniz. Ən çox istifadə olunanlar iPhone 13 və 14. Əgər sizdə bu telefonlar yoxsa, ümumi bir ölçü ilə işləmək istəyirsinizsə, Android üçün 360-ın 800 ölçü, məsələn buradan klikləyirik. Buradan 360 və buradan 800 yerləşdiririk. Və biz buradan layout gridimizi, layout qaydımızı yerləşdiririk. Buradan seçirik gridi yox, columns'ı seçirik. Və burada columns'ı 4 və ya 6 seçə bilərsiniz. Amma ən rahat işləmək üçün 4 columns yaxşıdır. Stretch və ya center seçə bilərsiniz web saytdakı kimi. Burada marjinimizi Android olduğu üçün 16 və qatırımızda Android frame olduğu üçün 16 seçirik və dizaynımızı yığa bilərik. Sonra bir də frame yaradaq. Əgər iOS üçün yığacaqsınızsa ölçünü buradan klikləyək. 375-in 812 və indi gridlərimizi və marjinlərimizi yerləşdirək. Layout qayda klikləyirik. Buradan columns'ı seçirik. Columns'ımız 4 olur. 6 ilə də işləyə bilərsiniz, amma 4 daha rahatdır. 4 daha çox istifadə olunandır. Marjinimizi 15, qatırımızı isə 16 yerləşdiririk. 15 yerləşdirməyimizin səbəbi odur ki, iOS ekranları gördüyünüz kimi tək pikseləndir ölçüsü deyə. Burada da biz marjinimizi tək piksellə qoyuruq ki, orada çıxılanda cüt rəqəm alınsın. Yenə desktopda kimi qanun uyğunlarımıza riayət edirik. Gridlərə, kartları yığarkən gridlərə önəm veririk, columns'lara önəm veririk və buton ölçülərini minimum 24 piksel yerləşdiririk və aralarındakı fərqi deyəcəm. Responsivə keçirəndə veb saytımızı, hətta bir nümunə ilə sizə göstərək. Baxın, burada veb saytımız var. Bunu preview eləyək. Belə bir veb saytımız var. Default bir veb saytdır. Üst hissədə header hissəmiz, naviqasiya keçidlərimiz, butonlarımız, yazımız və call to action mətni ilə call to action butonumuz. Aşağı keçirik, kartlar, məlumatlar. Bu tip məlumat xarakterli blok səhifədir. Aşağı enirik, qeydiyyat və bizim footer hissəmiz. İndi bunu biz yığcamlaşdırmalıyıq daha doğrusu responsive ölçüyə, yəni telefon ölçüsünə. Gəlirik buradan bunun yığılmış variantını göstərirəm sizə. Baxın, aralarındakı fərqi deyirəm. Bizim burada naviqasiya keçidlərimiz var, başlıqlarımız var və butonlarımız var. Hansı ki, biz bunları responsive dizaynda yerləşdirə bilmirik, çünki telefon ölçüsündə ekranımız məhduddur, yerimiz məhduddur. Sadəcə loqodan və bir burger bardan istifadə edirik. Burger barı sağa yerləşdiririk və onun daxilində naviqasiya keçidlərimizi, başlıqlarımızı və butonlarımızı yerləşdiririk. Bunun sağda olmasına önəm veririk, çünki biz telefonu istifadə edərkən sağ baş barmaqla daha çox klikləyirik və bu hissə, telefonun bu hissəsi, sağ diaqonal hissə ən çox istifadə olunan hissədir və biz vacib məlumatlarımızı, vacib başlıqlarımızı, keçidlərimizi, butonlarımızı oraya yerləşdiririk. İndi sizə responsive dizaynda olan veb saytı göstərim, preview edeyim. Da biraz da böyüdüm.
Prezent eləyək, baxaq. Bu onun responsiv ölçüsüdür. Baxın, yazıları kiçildib, yığcamlaşdırıb, call to action butonunu yığcamlaşdırıb, daha doğrusu endirib aşağı. Başlıqlarımız bu webdə gördüyümüz bu tip müqayisə eləyə bilərik. Hətta belə böyüdək, hətta biraz da böyüdək. Aha. Yerləşdirək webin daxilinə. Webin yanına yerləşdirdik. Aha, desktopun. Baxın, sağla solu müqayisə edin. Naviqasiya keçidlərimiz, başlıqlarımız, header hissəmiz daha minimallaşıb. Burger bardan istifadə edib vacib məlumatları, keçidləri, butonları burger barın daxilinə qoymuşuq. Minimum 24 piksel olmalıdır. 16 və 8-in 4-ün misilləri olmağına önəm verək. Məsələn, gələk burada klikləyək, baxaq butonumuzun ölçüsünü, burger barımızın ölçüsünü nə qədər veriblər. Klikləyirik, seçək. Aha, paddinglə bir yerdə baxaq, səhv eləmirəmsə 36. Aha, hündürlük və en 36, indi ikona klikləyək, 18 və 27. Aha, burada məsələ nədir? Əgər siz padding vermişsinizsə, paddingimiz, yəni baxın bu hissə, yaxınlaşdırım daha aydın görək. Padding yerləşdirmişsinizsə və bu hissə, padding hissəsi ümumi bounding box ilə birlikdə 24 piksel keçirsə okeydir. Daxilindəki butonun, daha doğrusu ikonun ölçüsü 24-dən kiçik ola bilər, 24 də ola bilər. Əsas prototipimiz bu hissə, yəni bu dördbucaq olan, kvadrat olan hissəyə veriləcək deyə bunun 24-dən böyük olmağı mütləqdir. Bu bizim kliklənə bilən sahəmizdir. Üzərinə gətirəndə dördbucaqdan görürsünüz. Klikləyəndə 24-dən yuxarı olmağı mütləqdir. Aha, biraz da yığcamlaşdıraq, uzaqlaşdıraq. Baxın, bizim desktopda ölçümüz, ekran ölçümüz çox böyük olduğu üçün, kifayət qədər yer olduğu üçün yan-yana düzə bilirik. Amma bunu həm oxunaqlı olmaq üçün, həm də anlaşılır olmaq üçün yan-yana kiçildib yan-yana düzmək əvəzinə bu tip yuxarıdan aşağı sıralama ilə və sağa scrolla yerləşdiriblər. Yəni ölçüdə kiçilmə eləməyiblər. Enirik aşağı, baxın bu tip buradakı başlıqları, bu tip ikonları belə yerləşdiriblər. Enirik aşağı, yenə həmin qaydada yan-yana düzmək əvəzinə böyük aşağı doğru scroll və sağa doğru scrolla yerləşdiriblər və bizim buradakı kartlarımız var, hansı ki burada desktop ölçüsündə ekranımız böyükdür. Bunları alt-alta və yan-yana rahatlıqla düzə bilirik, desktopda rahat görə bilirik. Amma burada kiçildib yan-yana və aşağı düzməkdənsə, əgər elə eləsək, bizim kliklənə bilən sahəmiz çox kiçik olacaq və belə deyim, mouse da belədir ki, mouse'un kursorun uc hissəsi hara kliklənirsə, ora keçid eləyir. Amma biz barmaqla və hissiyatla işləyirik deyə, aralarındakı məsafə və ölçümüz kifayət qədər olmasa, biz səhvən başqa yerə də basa bilərik və keçidimiz, əməliyyatımız başqa cür ola bilər, başqa yerə yönlənə bilərik. Biz ona görə bu tip uzun və alt-alta yerləşdirib və sağa scrolla davam eləyiblər. Enirik aşağı, burada onların əməkdaş olduğu şirkətlərdir və bunu sağa sola scrolla göstəriblər. Bunların müştəriləridir, hansı ki onlar işləyirlər bu müştərilərlə və loqoları bu tip yerləşdirirlər və bizim aşağıda səhv eləmirəmsə qeydiyyat hissəsidir. Konsultasiya hissəsidir. Bunu qaldıraq biraz yuxarı. Biraz kiçildək. Aha. Konsultasiya hissəsidir. Bu tip buton ikonları, gəlin bunu bağlayayım, daha yaxından göstərim, belə daha rahat olsun. Aha. Konsultasiya hissəsi webdə belədir. Bir frame'in daxilində inputları və başlıqları, labelları yerləşdiriblər, ikonu və butonu yerləşdirib. Responsivdə isə həmin inputları aşağı düzüb, alt-alta düzüb, butonu yerləşdirib və bu hissədə footer'dır. İndi webdəki footer'ı göstərək. Webdəki footer bildiyimiz, öyrəşdiyimiz normal footer'dır.
başlıqlar və alt başlıqları, keçidləri və follow us, yəni sosial media ikonlarıdır. Eynən də aşağı, amma burada baxırıq. Burada başlıqlar və alt başlıq keçidlərini aşağı alt-alta düzüb və sosial media ikonları da bu tip eləyib. Yəni ümumi olaraq webdə gördüyümüz hər şeyi mobil ölçüyə yığcamlaşdırırıq, responsiv ölçüyə mobil ölçüyə yığcamlaşdırırıq və belə deyim, düşünməliyik ki, burada telefonda ekran kiçikdir, elə olsun ki, həm başa düşülə bilən olsun və həm də kliklənə bilən olsun. Bunu nəzərə alıb responsiv dizaynımızı yığsaq, çox rahat, daha doğrusu bizim veb saytımız mobildən girəndə çox rahat olacaq. Bəlkə də bəzi saytlarda qabağımıza çıxar, düzdür, indi az hallarda olur. Desktopdan daxil oluruq veb sayta, kompüterdən daxil oluruq və normal veb saytdır, amma mobildən daxil olanda, brauzerdən daxil olanda, Chrome-dan və ya Safari-dən responsiv yığılmayıb deyə çox qəribə, çox böyük formada bizə bizi dizayn qarşılayır və o responsivi hazır olmamış dizayndır. Bunu nəzərə alın ki, siz hansısa bir veb layihə götürsəz, freelance, remote fərqi yoxdur. Hansısa bir şirkətdə də ola bilər. Siz həmin webin tək desktopunu yox, mütləq şəkildə responsivini də sifariş olaraq götürmüş olursunuz. Yəni bu bir paket halındadır. Yəni desktop yığırsansa mütləq şəkildə responsiv də hazırlamalısan. Məsafələrə diqqət yetirməliyik. Məsafələrimiz 16, 18, 20, 24, 20 yox, 24, 4-ün və 8-in, 16-nın qatları olsa, cüt rəqəmlərlə işləsək, həm bizim üçün daha səliqəli dizayn görünəcək, həm də proqramçı rahat yığacaq. İkonlarımız minimum 24 olmalıdır. Əgər biz onu avto-layout eləmişiksə, paddinglə birlikdə bounding box kliklənə bilən sahəsi ilə birlikdə 24-ü keçirsə okeydir. Daxilindəki ikon balaca da ola bilər. Amma kliklənə bilən sahəsi mütləq şəkildə 24 olmalıdır. Burada hər hansısa bir şriftdən, ikon stillərindən danışmayacağam. Çünki artıq o mobil app'in dərsidir. Çünki biz webdə yığdığımız şriftlərlə responsivdə də yığacağıq. Amma mobil app'də iOS-un və Android-un öz stilləri, öz şriftləri var. Mobil application-a keçəndə onları ətraflı danışacağıq. Amma burada webdə nə yığmışıqsa, onu sadəcə yığcamlaşdırırıq telefon və ya planşet ölçüsünə. Hələ ki telefon ölçüsünə yığcamlaşdıracağıq. Bu qədər.